Üçüncüdə isti xlorid turşusu yazıb. Rəvan. Dördüncüdə soyuq yazıb. Hansını götürərəm? Soyuq. İstini. Bax, yadda saxla. İsti olanda, yaxşımı? Toz halında olanda reaksiya daha sürətlə gedəcək. İstini. Yadından çıxmaz. 5-i götürərəm, yoxsa 6-nı? 5-i istini. Yaxşı. Sonra? Çünki həm istini, həm də qatıdır. Onda reaksiya daha tez. Ay, sağ ol. Üçüncü sualı sən oxu, Rəvan. Eyni şəraitdə 2 qram maqnezium parçası Görüm və 2 qəbul qram maqnezium tozunun xlorid turşusu ilə reaksiya aparılır. Hansı halda reaksiya daha sürətlə baş verir? Bir də oxu. Eyni şəraitdə 2 qram maqnezium parçası və 2 qram maqnezium tozunun xlorid turşusu ilə reaksiyası ayrılır. Hansı halda reaksiya daha sürətlə Parça yoxsa toz? Toz. Toz. Ay, sağ ol. Dərsimiz bitdi, uşaqlar. İndi hələ bitməmişdən qabaq Aygül müəllimə uşaqlara qiymətləndirmə aparır. Sonra hamınız bir yerdə Aygül müəllimi qiymətləndirəsiniz. Aygül müəllim, uşaqların sizcə, məsələn, kim tam başa düşdü, kim qismən başa düşdü dərsi, qismən şərh elədi. Yəni, ətraflı deyən olsa burada qiymət yazmır. Ümumiyyətlə, kurikulumda 5-4 söhbəti yoxdur, bilirsiniz. Tam anla, summativdə var. Summativdə 5-4 qiyməti var. Formativ qiymətləndirmədə, yəni sadəcə bilirik ki, hə, uşaq məsələn qavradı mı, qavramadı mı? Mən də məsələn, biz birinci Nihatdan başlayalım. Nihat məsələn, mən verdim sualın birinə cavab verdi, amma qalan suallarda sakit oturdu. Ona görə mən Nihata, yəni 10 üzərindən 3. 10 üzərindən 3 verdim. Belə deyək də, 4 səviyyədən hansı səviyyəni verirsən? 4 səviyyədən 2-ci səviyyə. 2-ci səviyyəni. Əslində razıyam, niyə? Nihat. Qiymətləndirmədə təkcə şagirdin qavradığı mövzudan əlavə uşağın əməkdaşlıq qabiliyyəti falan nəzərə alınırdı. Bax, məsələn, sən qulaq asırsan. Hətta mən yadınıza gələ SP falan yazırdıq, yerdən cavab verir. Mən danışdırsam, bəlkə də Nihat, əgər danışan uşaq olsaydı, çox şey bilir, prosta gizlədir. Danışmağa çəkinən bir tipdir. Danışmır, ünsiyyətə girmək istəmir. Məsələn, bəlkə də Rəvan qədər qavrayıb. Məsələn, Rəvan qədər qavrayıb, amma Rəvan fikrini ifadə eləməkdən çəkinmir uşaqlar. Görürsünüz? Amma Nihat çəkinir. Hətta mən danışanda belə bu dəqiqə çəkinir, sıxılır. Sonra keçək Aysuya. Müəllim, Aysuya mən verdim sualların cavablandırdı. Bəli. Həm də dinlədi, əməkdaşlıq elədi. Mən səndən razıyam. Hə, razıyam mən. 4 səviyyədən 3-cünü verə bilərik. Sonra Bəli. indi Nisə qaldı burada. Müəllim, Nisəyə 4 səviyyədən 4-ünü də verirəm. Çünki Nisə həm qulaq asdı, həm sual-cavabda iştirak edir, həm də əməkdaşlıq elədi. Bəli, Nisənin bir də minusunu da görək. Nisənin fikri dağınıq idi. Bəli, fikri yox, dağınıq deyil. O özündən asılıdır. Daha qulaq asırsan, hə. Bunu da biz müəllim olaraq nə etməliyik? Qarşısını almaq üçün Nisəni daha çox belə məsələn, nəyisə oxudanda Nisə sən təzədən denən, Nisə sən təzədən bax. Yox, biz deməliyik ki, sən ayılasan. O sənin çox vaxt özündən asılı olmur. Məsələn, Fidan axır vaxtlar aktivləşib, elə uşaqlar. Həm tapşırığı yazıb gətirmək barəsində olsun, həm sual-cavabda aktivləşib. Zeynəb bilmirəm. Zeynəb bilmirəm. Yəni qiymətləndirmə verə bilmirəm Zeynəbə. Çünki niyə? Həm oxuyur, həm oxumayan bir uşaqdır. Hə, Zeynəb? Bəli. Zeynəbə belə əməkdaşlıq elədi, dinlədi bizi. Zeynəbə 3-cü səviyyə verir. 3-cü səviyyə verə bilərik, bəli. Rəvanı da verək. Rəvanı qiymətləndir. Rəvan öz fikrini dedi. Sual-cavabda iştirak etdi. Burada Zeynəbdə bilirsiniz nə var uşaqlar? Zeynəb çəkinir. Elə Nihatın bir tayı da Zeynəb. Bilir bəlkə də, utanır oxumağa, çəkinir ki, birdən səhv deyərəm. Hə, Zeynəb? Əslində Zeynəb də yəni dinləyən uşaqdır. Biraz arada dərs buraxmağın olurdu Zeynəb. Biraz onda geri düşdün sən. Belədir ki, ən böyük problemin fikrini ifadə etməkdə çəkinirsən ki, birdən səhv deyirəm. Amma unutmayın ki, əvvəlki dövr deyil. Daha müəllimlər uşağı döymür, eləmir. Yəni fikrinizi daha da ifadə eləməlisiniz ki, müzakirə getsin, dərs daha maraqlı getsin. Zəhra bu gün sakit olmasına baxmayaraq bizim 4-cü səviyyəmizdə olan bir şagirddir. Çünki həm qulaq asır, həm dərsdə iştirak edir. İndi nəzərə alırıq Zəhranı. İndi Fidana gəlir. Müəllim, indi oxudu sualları, əməkdaşlıq elədi. Qəşəng suallara da cavablandırdı. Şəkilləri də qəşəng çəkib gətirir. Bəli, ona görə indiyə 4-cü səviyyə verir. Verək, bu gün verək. İndi hamınız uşaqlar, Aygül müəllimin, da Aygül olsun da, çıxdı mən. Aygülün sizə dərsi izah eləməni necə qavradınız? Hansı minusları var? Nə istəyərdiniz ki, Aygül növbəti dəfə tutalım, dərs izah eləsin, onları düzəltsin. Öz fikirlərinizi sərbəst ifadə edin. Nihat utanıb ifadə eləməyəcək, Zeynəb də onun kimi utanıb ifadə eləməyəcək, digər uşaqlar da dostsudur deyə minuslarını deməyəcək.
İnsə deyə bilərsən Aygülün dərs izahında nəyi səni qane eləmədi? Nəyi istəyirdin gələn dəfə elə bir tapşırıq versək düzəltsin o? Məncə qane elədi. Qane, dərsi başa düşdün? Sən Zəhra? İnci sən? Sən başa düşmədin Zeynə? Başa düşdün. Hamı dərsi başa düşdü? Nihal başa düşdün? Afərin Aygül, əyləş.